Bu gün aldığımız hər hansısa bir orta segment telefon 3-4 il bundan əvvəl çıxmış flaqman smartfondan daha yaxşı işləyir, daha yaxşı zaryadka saxlayır və daha az qızır. Bəs bunun səbəbi nədir? Cavab cibimizdə olan cihazların beyni olan prosesorlarda gizlidir. Bir çoxlarımızın texniki xüsusiyyətlər siyahısında gördüyü, ancaq çox da fikir vermədiyi kiçik bir ölçü vahidi – nanometr. Bəs bu kiçik ölçü vahidi nədir? Mobil texnologiyalarda nələri dəyişdirir? Gəlin prosesorlardakı bu inkişafı sadə dildə izah edim. Hər bir mobil prosesorun içərisində milyardlarla mikroskopik elektrik açarı, yəni tranzistor var. Telefonunuzdakı hər bir əməliyyat, istər internetdə axtarış etmək, istərsə də yüksək keyfiyyətli kamera çəkilişləri aparmaq, bu tranzistorların sürətlə açılıb bağlanması ilə baş verir. Nanometr, məsələn 4 nanometr və ya 3 nanometr arxitekturası bu tranzistorların arasındakı məsafəni və onların öz ölçüsünü bildirir. Təsəvvür edin ki, mürəkkəb bir su boru sistemi qurursunuz. Boruların uzunluğu nə qədər qısa və sistem nə qədər yığcam olarsa, suyun hədəfə çatması üçün bir o qədər az təzyiq tələb olunur və yolda təzyiq, istilik itkisi minimuma enir. Elektronlar üçün də eyni fiziki məntiq keçərlidir. Məsafə qısaldıqca elektronlar bir tranzistordan digərinə çox daha sürətlə çatır. Daha qısa məsafə qət edən elektronlar daha az enerji sərf edir. Nəticə etibarilə enerjinin boşa xərclənib istiliyə çevrilməsinin qarşısı alınır. Bir neçə il əvvəl bu qabaqcıl istehsal texnologiyası yalnız ən bahalı flaqman cihazlara aid idi. Lakin bugün orta segment telefonlarda belə bu yeni kiçildilmiş arxitekturaya sahib çiplərdən istifadə edilir. Bu o deməkdir ki, eyni batareya tutumu ilə belə cihazlar həm gündəlik işlərdə, həm də xarici mikrofon və kameralar kimi əlavə avadanlıqlara qoşulub işləyərkən saatlarla daha çox dözüm nümayiş etdirir. Köhnə nəsillərdəki daha böyük arxitekturalı, məsələn 10 nanometr, 14 nanometr prosesorların ən böyük düşməni istilik idi. Cihaz isindikcə prosesor özünü zədələnməkdən qorumaq və ya soyutmaq üçün qəsdən işləmə sürətini aşağı salırdı. Bu müdafiə prosesinə termal throttling deyilir. Telefonunuzda nəsə edərkən cihazın birdən-birə donmasının, ekran sürətinin düşməsinin və ya tətbiqlərin ləngimasının əsas səbəbi məhz budur. Tranzistorların 3 nanometr, 4 nanometr səviyyələrinə qədər kiçilməsi bu problemləri böyük ölçüdə aradan qaldırır. Yeni nəsil prosesorlar enerjini o qədər səmərəli istifadə edir ki, cihazlar kritik istilik hədlərinə demək olar ki, çatmır və ya çox gec çatır. Nəticə etibarilə prosesor öz tezliyini, gigahertzini aşağı salmaq məcburiyyətində qalmır. Uzun müddətli iş yükündə prosesor stabil qalır və cihazın komponentləri, əsas da bateriyası artıq istilikdən zərər görmür. Orta segment telefonların bugün təqdim etdiyi stabillik sadəcə proqram təminatı ilə bağlı deyil. Prosesorların hazırlanmasında istifadə olunan bu nanometr inqilabı ilə bağlıdır. Artıq normal performans əldə etmək üçün telefonlara həddindən artıq pul xərcləməyə ehtiyac yoxdur. Orta segmentdə olan telefonlar da artıq normal performans göstərməyə başlayıb. Bəs siz necə düşünürsünüz? İndinin orta segment telefonları əvvəlki flaqman smartfonlar qədər normal işləyir? Şərhlərdə fikirlərinizi paylaşa bilərsiniz.